Əziz dostlar, bugünkü hekayemiz üç pişik balasının başına gələn macəralar barədədir. Hazırsınızsa, gəlin başlayaq. Ağ, qara və boz rəngdə üç pişik balası bağda atlanıb düşüb oynayırdılar. Birdən onların qarşısına balaca bir siçan çıxdı. Siçan onları görüb qorxusundan qaçmağa başladı. Pişiklər bunu görüb dərhal siçanın dalınca qaçdılar. Siçan da un dolu qazana atıldı. Pişik balaları siçanın ardınca un qazanına atıldılar. Siçan anidən un qazanından çıxıb qaçdı. Pişiklər qazandan çıxdıqda onların tükləri un kimi ağ olmuşdu. Pişiklər həyətdə gəzəndə qurbağa gördülər və onun ardınca qaçdılar. Qurbağa tullanaraq köhnə samavar borusuna girdi. Pişik balaları da onun ardınca boruya girdilər. Qurbağa qaçıb çölə tullandı. Amma borudan çıxan pişiklər hissdən qaralmışdılar. Balalar göl qırağında gəzərkən suda üzən balıq gördülər və dərhal balığın ardınca suya atıldılar. Balıq qorxusundan üzərək qaçdı. Sudan çıxan pişiklər islanmışdılar. Onlar yolda gedərkən tükləri quruyub əvvəlki rənglərinə döndü. Ağ, qara və boz pişik balaları çox sevindilər və əvvəlki tək atılıb düşüb oynadılar. Əziz dostlar, yeni hekayələr, maraqlı nağıllar eşitmək istəyirsinizsə, kanalımıza abunə olun, like və komment yazmağı unutmayın. Hələlik.